Psixologiyada belə bir termin var, ümumiləşdirmə düşüncə xətası. Bu terminin mahiyyəti nədən ibarətdir? Deyək ki, siz həyatınızda bir müddət münasibət qurursunuz bir xanımla və yaxud da bəylə. Müəyyən müddətdən sonra həmin xanım və bəy sizə xəyanət edir. Növbəti dəfə münasibət qurursunuz, yenə də xəyanətlə üzləşirsiniz və nəticədə sizin beyninizdə əgər bəysinizsə xanımlara qarşı belə bir fikir yaranır ki, bütün xanımlar xəyanətkardır və yaxud da xanımsızsa bəylərə qarşı fikir yaranır ki, bütün bəylər xəyanətkardır. Bunu beyin ümumiləşdirir. Yəni bütünlükdə ola biləcək təhlükələrdən sizi qorumaq üçün bir fikir yaradır ki, bu fikir də sizi həmin insanlarla münasibətdən çəkindirir. Eynilə son zamanlarda mənə verilən suallardan, həmçinin sosial mediada izlədiyim psixoloqlardan, bəzi psixoloqların yanaşma tərzindən belə bir nəticəyə gəldim ki, bu düşüncə xətasını hazırda psixoloqlara qarşı demək olar ki, əksər insanlar edir. Yəni bir psixoloq qəbulunda olur və orada nəticə almır. Ondan sonra başlayır danışmağa ki, bütün psixoloqlar pisdir, Azərbaycanda psixoloq yoxdur. Hər kəs aldadır, hər kəs pulu mənimsəyəndən sonra yalnız sənə təsəlli verir. Və bu da çox təəssüflər olsun ki, bizim sahəmizə olan hörmətsizliyi artırır, bizim sahəmizə olan ciddiyyəti azaldır. Bugün mən sizə həmin o qarşılaşdığım psixoloq yalanlarından danışacağım. Yəqin ki, siz də özünüz əgər psixoloq qəbulunda olmusunuzsa bunlarla qarşılaşmısınız və yaxud da sosial mediada izlədiyiniz psixoloqlarda bu kimi məqamlara diqqət yetirin. Hansı məqamlardır və psixoloqlar sizləri necə aldada bilərlər? İlk olaraq onu qeyd etmək lazımdır ki, psixologiyada bir elmdir və burada müəyyən metodlar var, diaqnostika meyarları var və siz psixoloqa necə ki, həkimə müraciət edirsiniz, orada əlamətləri sadalayırsınız və həkim sizə müəyyən diaqnoz yazır və onun əsasında müalicə təyin edir. Eyni zamanda psixologiyada da belə bir vəziyyət var. Siz hansısa bir psixoloqa müraciət edəndə, ilk başlayanda sizin probleminizi danışmağa orada diqqət yetirin. O sizə detallı suallar verirmi? Yoxsa sizin problemlərinizi keçmişə bağlayır, sizi tənqid edir və yaxud da məsləhət verməyə çalışır. Bunlar çox vacib məqamlardan biridir. Belə ki, psixologiyada xəstələrin beynəlxalq təsnifatında konkret diaqnozlar var. Bundan əlavə nevrotik hansısa komplekslər ola bilər insanda. Bunu dəqiq şəkildə ilk növbədə aydınlaşdırmaq lazımdır. İlk seanslarda biz buna xüsusilə diqqət yetiririk. Şəxs bizə müraciət edəndə onun probleminin hansı diaqnoza yaxın olduğunu özlüyümüzdə təyin edirik. Tutaq ki, bir şəxs bizə müraciət edir ki, mənim əsas şikayətim budur ki, mənim əhval-ruhiyyəm yaxşı deyil, həyatdan zövq ala bilmirəm, bu mənim yuxuma da təsir göstərir, iştahımda azalıb yemək yeyə bilmirəm. Bunların səbəbini aydınlaşdırmaq istəyirəm və istəyirəm ki, əvvəlki kimi həyat keyfiyyətimi artırım, həyata baxış tərzim dəyişsin. Biz burada diaqnostikanı ilk növbədə müəyyənləşdiririk ki, xəstənin o sadaladığı əlamətlər hansı diaqnoza daha uyğun gəlir. Çünki diaqnozun dəqiqləşdirilməsi vacib məqamlardan biridir ki, biz orada terapiya planını hazırlaya bilək. Əgər mən orada diaqnozu təyin etmirəmsə, başlayıramsa xəstəyə suallar verməyə və onun hazırda pis hiss etməsini aparıb keçmişlə əlaqələndirirəmsə, burada yanlış bir istiqamətdə getmiş oluram. O xəstə əgər bu barədə şikayətlər edirsə, bu daha çox depressiya diaqnozuna uyğun gəlir. Bunu dəqiqləşdirməsəm, depressiyanın kökündə dayanan səbəbin də özündə tənqidi fikir olduğunu təyin etməsəm, mən çox yanlış bir istiqamətdə gedə bilərəm. Yüksək ehtimalla da belə olur. Və bizim psixoloqlarımızın, mən özüm də psixoloq qəbulunda olmuşam dəfələrlə, etdiyi yanlışlardan biri budur. Diaqnozu təyin etmirlər. Mən demirəm ki, psixoloq diaqnoz qoymalıdır. Yox, bu bizim işimiz deyil. Diaqnozu daha çox nevroloq və psixiatrlar təyin edir. Bizim işimiz həmin diaqnozu öz-özlüyümüzə təyin etməkdir. Əgər xəstədə hansısa bir psixoz və yaxud şəxsiyyət pozuntusu və yaxud da nevrotik pozuntunun daha ağır formasında görürüksə, onu yönləndirməliyik psixiatra, nevroloqa və onunla paralel olaraq özümüz işləməliyik. Yox, mən bunu etmirəmsə, diaqnozu təyin etməkdə çətinlik çəkirəmsə, ümumiyyətlə xəstələrin beynəlxalq təsnifatından xəbərim yoxdursa, təbii ki, bu çox yanlış bir istiqamətdə aparacaq və mənim verdiyim təsəllidən başqa heç bir şey olmayacaq. Digər bir yanlışlardan biri budur, məsləhət vermək, tənqid etmək, tənqidsiz dinləməmək. Məsləhət vermək deyəndə nəyi nəzərdə tuturam? Bizim insanlarda belə bir ehtiyac var, sanki istəyirlər ki, kimsə onlara yol göstərsin, kimsə onlara məsləhət versin, bunu bu şəkildə elə və onu da bir sərt formada deyəndə İnsanlar daha yaxşı qəbul edir. Bu nəyə görə belədir? Mən düşünürəm ki, bizim tərbiyə sistemimizdə sərt, cəza metodunun tətbiq edilməsi, sözlərin əmr formasında deyilməsi, bu üstün bilinib deyə insanlar hal-hazırda özlərinə elə davranan insanlara meyl edir. Bir növ
öz cəlladına sevgi, Stockholm sendromu var. Bilmirəm, bəlkə də bilənləriniz var aranızda. İnsan öz cəlladına qarşı bir sevgi hiss edir. Eləcə də biz özümüz bizə qarşı sərt davranan, bizi tənqid edən insanların fikirlərini daha çox mənimsəməyə meylliyik. Və psixoloqların bir çoxları bu istiqamətdə gedir, insanları tənqid edirlər. Siz gedib ona probleminizi danışırsınız, başlayırlar sizi tənqid etməyə. Sən nə üçün bunu etdin? Qız oğlandan ayrılıb, oğlanın xüsusiyyətlərini danışır. Psixoloq qayıdıb ona deyir ki, sən necə bir qızsan ki, elə bir oğlanla getdin? Yəni sən heç düşünmürdün ki, oğlan sənə uyğun deyil. Bu şəkildə onu tənqid eləməyə başlayırlar. Birbaşa olmasa belə öz sözlərində sən niyə bunu etdin, sən niyə belə qərar verdin kimi fikirlər səsləndirəndə bu istər-istəməz insanda günahkarlıq hissi yaradır və terapiya prosesinə heç bir müsbət təsiri yoxdur. Və bundan əlavə sərt şəkildə ona hansısa fikirləri təlqin etmək, məsləhət xarakterli. Bunu belə etsən daha yaxşı olar. Sən boşanma prosesində olan bir xanım müraciət edir, təsəvvür edin. Psixoloq ona məsləhət verir ki, oğlanın kriteriyalarını təyin elə özün üçün və boşanmağa qərar ver məncə. Bu sənə uyğun deyil. Öz fikirlərini ona təlqin etməyə başlayır. Ona görə də insanlar bir tərəfdən də belə düşünür ki, mən boşanmış bir psixoloqa getsəm əgər, boşanmış xanım psixoloqa getsəm, o xanım öz fikirlərini mənə təlqin edə bilər. Əslində işini peşəkarcasına yerinə yetirən bir psixoloqun həyatında yaşadığı situasiyalar o qədər də önəmli olmur. Yəni o öz qərarından dolayı boşanıbsa, bu sənin verəcəyi qərara təsir etməyə də bilər. Çünki insan bu sahədə olanda öz həyatını kənara qoyur. Bu sahədə öyrəndikləri bilik və təcrübələr əsasında irəliləyir. İşinin peşəkarı olan, yəni bu şəkildə irəliləməlidir. Tənqidsiz dinləməmək burada vacib məqamlardan biridir. Tənqidsiz dinləməmək dedikdə nə nəzərdə tutulur? Ola bilər ki, mənim şəxsi olaraq, şəxsi dəyərlərimə zidd ola biləcək hansısa bir problemlə şəxs mənə müraciət edib. Tutaq ki, mən buna qarşıyam ki, insanlar qadın-kişi münasibətlərində qadın-kişi bərabərliyi olmalıdır. Mən belə düşünürəm ki, məsələn deyirəm, qadın və kişi məsuliyyəti bölüşdürməlidir. Amma mənə müraciət edən şəxsin dəyərlərində bu tamamilə fərqlidir. O düşünür ki, kişi-qadın münasibətində qadın-kişi məsuliyyəti daha çox qadının üzərinə düşməlidir və ya da bəyin üzərinə düşməlidir. Orada o mənlə ünsiyyət quran zaman, öz dəyərlərini bölüşən zaman, bu məndə qıcıq yaradırsa və mən qayıdıb ona öz fikirlərimi təlqin etməyə çalışıramsa, bu tənqidsiz dinləmə deyil. Və yaxud da şəxsin üzləşdiyi elə bir problem var ki, mən özüm şəxsi olaraq ona problem kimi baxmıram, gülüb keçirəm öz həyatımda baş versə. Orada mən başlayıramsa onun problemini aşağılamağa ki, ay bu nə problemdir yaşamısan, mən də bu problemi yaşamışam, mənə müraciət edənlər arasında o qədər bu problemi yaşayan var, bu problem deyil deyə onun problemini kiçildirəmsə, təbii ki, bu ona qarşı birinci növbədə etdiyim haqsızlıqdır və tənqiddir. Tənqidsiz dinlədiyim halda o şəxsi anladığımı, empatiya göstərdiyimi nümayiş elətdirirəm. Tənqidsiz dinləmədiyim halda isə şəxs ikinci seansa gəlmir və yaxud da əgər onun günahkarlıq hissi varsa, tənqidə alışıbsa, ikinci seansa da gəlir ki, ikinci qazanc olaraq öz ehtiyacını bir növ doyursun. Bax, ən çox yayılmış psixoloq yalanlarından biri budur. Hazırda sosial mediada da çox reklam edirlər, baxıram. Hipnoz, nə bilim, enerji, bioenerji, belə qeyri-adi adları da var. Hazırda yadıma sala bilmirəm. Qadın enerjisi, kişi enerjisi, ay nə bilim, harmoniya və s. Bu kimi təlim başlıqları adı altında sizə bir günlük və ya da 2 günlük pulu çəkmək üsulları, pul enerjisi, yavaş-yavaş xatırlayıram. Sizə yalandan vədlər verirlər ki, sən bu təlimə qoşulsan, pulun qazancın çox olacaq. Bəlkə də səni qısıtlayan hansısa bir enerji var və yaxud da qadın-kişi münasibətlərində əziyyət çəkirsənsə, sənin qadın enerjin zəifdir, kişi enerjin zəifdir. Bu təlimə qoşulandan sonra sən qadın enerjini bərpa eləyəcəksən. Bu 2 təlim müddətində biz elə bir şey vəd edirik ki, sənin bütün həyata baxışın dəyişəcək. Heç biri doğru deyil. İnanın ki, psixologiyada elə texnikalar var ki, həqiqətən də insan o texnikaları özünə tətbiq eləyəndə bir müddət özünü hər şeydən arınmış kimi hiss edir. Bu rahatlama texnikalarıdır. Beyin bir müddət bütün problemləri sanki unudur. Yəni bu müvəqqəti xarakter daşıyır. Bunlardan istifadə edərək bilməyən, məlumatı olmayan insanları aldatmağa çalışırlar. Yəni əgər siz uzun müddətli bir terapiya istəyirsinizsə, daha doğrusu əhval-ruhiyyənizin uzun müddətli şəkildə yaxşı olmağını, həyatda özünüzü kəşf etməyi, həyata daha fərqli baxış bucağı qazanmaq istəyirsinizsə, bu 2-3 seanslıq və ya da 2-3 təlimlik bir şey deyil. Necə ki biz məsələn 24, 25, 26 yaşındayıq və ya da 30 yaşındayıq. O yaşa qədər ki formalaşmış xasiyyətimiz, düşüncə tərzimiz var, onu 1-2 seansa dəyişmək qeyri-mümkündür. Məsələyə biraz real yanaşmaq lazımdır. Beynin funksiyalarını bilsəniz ki, yəni beyin necə çalışır, orada düşüncələr necə istehsal olunur,
Necə olur ki, biz keçmişdə yaşadığımız təcrübəni istəmədən belə indi də yaşamağa məhkum qalırıq. Bunları başa düşəndə insan bilir ki, o dedikləri enerjidir. Bir günə qadın enerjisini artır, 2 günə pul enerjisini artır. Bunların hamısı boş şeydir. Ona görə sizlərə kiçik bir tövsiyəm var. Bunu seansdan kənar deyirəm, təbii ki, video olduğuna görə. O kimi vədlərə inanmayın. Araşdırın, yəni onların hər biri yalandır. Mənə də təklif olunmuşdu ki, yəni bu barədə təlim təşkil edək. Sizdə qadın enerjisi, kişi enerjisi, pul enerjisi insanların ən çox ehtiyac duyduğu. Buna bağlı gəlin 2 günlük marafon təşkil edək. Mən insanları aldatmaq yönümündə getmək istəmədiyim üçün, işimi sevdiyim üçün bunların heç birini etmirəm. Ona görə ki, onların heç birinin varlığına inanmıram. Elmi cəhətdən heç biri sübut olunmuyor. Digər bir məsələ nədir psixoloq yalanlarından? Siz seansa gedəndə əsasən bunu təbliğ eləməyə çalışırlar. Seanslardan əgər nəticə görürsənsə, burada bir məsələyə də diqqət yetirmək lazımdır. Seansa müraciət edən şəxsi digərlərindən üstün görmək. Hazırda çox təəssüflər olsun ki, insanlarda yanlış ego formalaşdırılır. Yəni sən hamıdan üstünsən, özünü sev, özünə diqqət göstər. Əsas sənin özünə olan hörmətin, özünə olan sevgindir. Mən bu fikirlərlə razıyam. Əsas olan insanın özünə olan hörməti, sevgisidir ki, digər insanlarla münasibətinə də bu yansıyır. Amma bunu yanlış şəkildə təbliğ edirlər. Digər insanları aşağı görüb özünü üstün şəkildə görmək, bu şəkildə qələmə verirlər. Bəli, razıyam. Bizim insanların bir çoxunda fədakarlıq var, hansı ki, özünün ehtiyaclarını, istəklərini qarşı tərəfə bildirməkdən çəkinir. Qarşı tərəfin ehtiyacı, istəkləri bir növ onun üçün daha üstün plana gəlir. Belə məqamlarda insanların balansı qoruması vacibdir. Yəni, mən öz ehtiyaclarımı ifadə etməyim, mən başqalarını özümdən daha çox düşünüm deyə hərəkət edirəmsə, bir müddətdən sonra özümə qarşı etdiyim bu haqsızlıq bir üsyan şəklində üzə çıxacaq. Bu baxımdan balansı qorumaq vacibdir. Amma bu o demək deyil ki, mən hər dəfə başqalarına acımasız şəkildə yox deyim, heç kimin köməyinə çatmayım, kimisə nəyisə ehtiyacı varsa bunu qarşılamayım. Bu təbliğ olunur insanlara. Yəni, sən özünə dəyər ver, özünü sev, başqalarını umursama, başqalarını önəmsəmə. Bu elə deyil. Məsələ burada, misal üçün, bir insana yox deməyi biz öyrədiriksə, yox deməyi, o tarazlıq vəziyyətini qorumağı, saxlamaq, bacarığını formalaşdırmaq istəyiriksə, burada qarşı tərəfi də nəzərə almaq vacibdir. Çünki biz sosial bir varlığıq, istər-istəməz insan mühitindəyik və burada özünə olan sevgini, özünün ego səviyyəsini yanlış şəkildə yüksəltməklə qarışdırmaq olmaz. Özünə sevgi göstərmək, özünə dəyər vermək, ancaq özünü düşünmək, özündən başqa heç kimin qayğısına qalmamaq, diqqət göstərməmək demək deyil. Bu biraz mürəkkəb bir prosesdir və insanın özünü tanımağa başlamasıyla, yəni bu başlanğıc yolla bir növ proses başlamağa davam edir. Biraz cümlə qəribə oldu. Yəni biz özümüzü tanımağa bir yol kimi başlayırıq və ömrümüzün sonuna qədər gedir. Əgər bu yola çıxırıqsa, demək ki, bu yolun içərisində bizi nələrsə gözləyir və bu bir proses kimi ömrümüzün sonuna qədər bizi məşğul edir. Buna başlayırıqsa, özümüzə olan sevgimiz, hörmətimiz artır və paralel olaraq digər insanlarla münasibətlərimiz də düzəlir. Yəni mən ancaq özümə fokuslanım, özümə hörmətimi üstün tutum, özümə sevgimi üstün tutum, digər insanlar ikinci planda qalsın. Onların ehtiyacları, onların yanaşma tərzləri mənlik deyil. Kiminsə nəyisə ehtiyacı varsa, mən özümə hörmət etdiyim üçün ona yox deyim. Belə bir məsələ deyil. Və biz psixoloqa müraciət ediriksə, problemin bir çoxu da bizdə olur. Yəni mən bunu etiraf edirəm. Deyək ki, ailə daxil münasibətlərdə qadın-kişi problem yaşayır, qadın müraciət edir. Mənim yoldaşım başqa xanımla mənə xəyanət edir və mən depressiyaya düşmüşəm. Burada deyəcəksiniz ki, xanımın heç bir günahı yoxdur. Bəli, əksər psixoloqlar bunu qeyd edir ki, sən dəyərlisən, sənin heç bir günahın yoxdur, günah bəydədir, o özünə hörmət eləmir, sən öz dəyərini bil, özünə hörmət elə, makyaj elə, ay nə bilim, öz təmizliyinə xüsusi fikir ver. Belə tövsiyələr verirlər. Mən özüm də belə heyrətlənirəm ki, bu nə tövsiyədir? Yəni psixologiyada belə bir şey yoxdur axı. Ondan sonra elə öz rəfiqəsinə dərdini danışsın, mənim yoldaşım belədir. Ondan sonra rəfiqəsi də ona həmin sözləri deyəcək ki, sənin yoldaşın narsistdir və yaxud da yoldaşın həqiqətən də özünə dəyər vermir, özünü tanımır. Burada dəqiqləşdirməli olan məqamlar çoxdur. Yəni xanımın özü və yoldaşı arasında münasibətlərin başlama mərhələsi, yəni necə tanış olublar, hansı periodda başlayıb ki, bunlar bir-birindən münasibəti kəskinləşdiriblər. Necə olub ki, bəy belə bir vəziyyətə gəlib? Yəni bilirsiniz, münasibətin əvvəl, sonra, son mərhələləri fərqli şəkildə olur. Tanışlıq mərhələsində adətən bir-birinə insanlar özlərini qüsursuz kimi təqdim edir və yaxud da qüsursuz kimi görürlər. Bir müddət yaxşı olur münasibət, yəni ilk aylarda hətta gözləri bir-birinə başqasını görmür.
Necə olur ki, birdən-birə yəni bəy xəyanət eləməyə başlayır, xanıma hörmətsizlik edir? Bunu aydınlaşdırmaq lazımdır. Onlar arasındakı o qırılma nöqtəsini tapmaq lazımdır və təhlil etmək lazımdır. Əgər psixoloq ona elə tövsiyələr verirsə, təbii ki, bu xanımın əhval-ruhiyyəsinə müəyyən qədər yaxşı təsir göstərəcək. Çünki o artıq özünü qınamağa başlayıbsa, qarşı tərəfə günah atmaq, onun da günahlarını, onun da səhv hərəkətlərini xanıma demək, təbii ki, xanımın əhval-ruhiyyəsinə müsbət təsir göstərə bilər. Lakin problemi həll eləmir. Bizim məqsədimiz də problemi həll etməkdir. Burada günahkar axtarmaq da yanlışdır. Yəni günah səndə idi və yaxud da günah qarşı tərəfdədir. Bu da düzgün deyil. Bizim fokusumuz həmin o problemin yaranma səbəblərini aydınlaşdırmaq və təhlil etməkdir. Bir danışanım mənə keçən dəfə belə bir fikir dedi. Dedi ki, mən buradakı psixoloqların qəbulunda da olmuşam. Rus psixoloqunun qəbulunda da olmuşam. Bir dəfə Rusiyadan qoşulub psixoloq qəbuluna, səhvləmirəmsə onlayn şəkildə qoşulub. Və o qeyd etdi ki, həmin Rus psixoloq bizlərdən fərqlənir. Dedim ki, hansı cəhətindən fərqlənir? O qeyd etdi ki, psixoloq mənə tövsiyə verirdi. Mənə bütün, belə deyim, günlük situasiyalarda yolumu təyin edirdi. Burada belə reaksiya verir. Məsələn, münasibətdə problem yaşamısansa bu reaksiyaları verir. Mən hamısına danışırdım. O mənə geri dönüş edib tövsiyə verirdi. Siz niyə tövsiyə vermirsiniz? Burada o məqamı çatdırmaq istəyirəm ki, bəlkə də bir çoxlarınız psixoloqlar haqqında bu düşüncədəsiniz ki, gedəcəm, o mənə düzgün yol göstərəcək. O mənə nəyi niyə etdiyimi izah eləyəcək. Bu belə deyil. Yəni bu ümidlə gedirsinizsə getməyin. Çünki normal psixoloq, normal təhsil almış və etik qaydaları bilən, psixoloji standartları təyin edən psixoloq heç vaxt tövsiyə vermir. Tövsiyə vermək bilirsiniz nəyə görə olmalı deyil. Əgər siz tövsiyə istəyirsinizsə, onsuz da din məsləhətçiləri var, həyat koçları var. Onlardan tövsiyə ala bilərsiniz. Psixoloqun əsas missiyası sizin yaşadığınız situasiyada verdiyiniz reaksiyalar, daha sonra günlük həyatınıza, həyat keyfiyyətinizə mənfi təsir göstərən davranışlarınız, inanclarınız, bunları təyin etməkdir. Fərqindəlik qazandırmaq və onları dəyişdirmə istiqamətində sizə köməklik göstərməkdir. Siz əgər tövsiyə xarakterindən gedirsinizsə, mən boşanım yoxsa boşanmayım, burada qərar verən yenə siz olursunuz. Orada boşanmanın sizin qərarlarınıza, daha doğrusu nə üçün belə bir seçim, qərarsızlıq arasında qalmışsınız? Bunları təyin edəndən sonra onsuz da özünüz qərar verə bilirsiniz. Əgər psixoloq sizin qərarlarınıza təsir göstərirsə, bunu bu şəkildə et, bunu bu vəziyyətdə gör, bu şəkildə müdaxilə edirsə, düşünün ki, siz onun qəbuluna getməyəndən sonra yenə özünüz həyata atılırsınız və orada qərarlar verməyə məcbur edirsiniz. Qərar vermə bacarığınızı formalaşdırmağınız üçün sizə köməklik göstərə bilər. Amma hansısa bir situasiyalarda psixoloq sizə yol göstərsin, qərar versin, belə bir şey düzgün deyil. Yəni o məqsədlə psixoloqa yaxınlaşmayın. Yaxınlaşmısınızsa da, görürsünüzsə ki, psixoloq bu şəkildə davam edir. Sizə xoş olsa da mən tövsiyə etmirəm ki, o psixoloqla davam edəsiniz. Və heç sevmədiyim bir xüsusiyyət ana travması, ata travması. Mən artıq bezmişəm bu ana travması, ata travması, hər şey sənin valideynlərindədir. Bütün günah onlardaydı. Bütün günah səni böyüdən mühitdə idi. Bu kimi yalanlardan artıq bezmişəm həqiqətən. Çünki insanların problemləri fərdidir və burada çox geniş məqamlar var. Bu məqamların hər birində ananı, atanı günahlandırmaq düzgün deyil. Birinci növbədə biz artıq keçmişdə nə situasiya yaşayırıqsa yaşayaq, hal-hazırda həyatımızın məsuliyyəti öz əlimizdədir. Yəni mən bugün burada Bakıda qalıramsa, fiziki olaraq valideynlərimin yanında belə olsam, onların mənə təsir etmə gücü mənim iradəm altındadır. Yəni kimsə mənə nəyisə əmr verirsə və yaxud da mənim sərhədlərimə daxil olursa, yenə də bunun məsuliyyəti mənim üzərimdədir. Bir çox insan məsuliyyət götürməkdən qaçır, ona görə də başqalarını günahlandırmağa meyl edirlər. Və burada da çox təəssüflər olsun ki, ata-ana birinci növbədə dayanır. Yəni mənim bugün sevgisizliyimin səbəbi atam, anamdır. Bugün münasibətlərimdə problem yaşamağımın səbəbi atamdır. Ən çox da xanımlar təəssüflər olsun ki, belə düşünür ki, mən münasibətdə yoldaşıma sevgi görmürəmsə, bunun günahı vaxtilə mənə sevgi verməmiş atamdır. Və yaxud da onun mənə yanaşma tərzidir, o mənə sevgi göstərməyib və yaxud da anam mənə tutaq ki, qışqırmasaydı, hazırda mən bu qədər həssas olmazdım kimi fikirləri özlərinə təlqin edib inanmağa çalışırlar. Mən razıyam ki, bizim keçmişimizdə baş verən hadisələr, ata-anamızın bizə yanaşma tərzi, göstərdiyi sevgi bizim bugünkü həyatımızda çox böyük əhəmiyyətə malikdir. Amma bu o demək deyil ki, biz həyatımızı qurban psixologiyası içərisində keçirib, ancaq onları günahlandıraraq məsuliyyəti üzərimizdən götürürük. Bizim yaşadığımız problemlər, psixoloji problemlər hər dəfə onlarla əlaqəli deyil. Baxın, psixozlar, nevrozlar və şəxsiyyət pozuntuları var. Mən köhnə təsnifatı əsasında danışıram. İndi burada çox bilmiş insanlar ola bilər. Çıxıb deyərlər ki, siz yeni təsnifatlarda məlumatsızsınız. Məlumatım var. Sadəcə köhnə təsnifat mənə daha uyğun gəlir.
və onun əsasında bölgü aparmağı sevirəm. Nevrozların kökündə həqiqətən də, yəni bizim keçmiş təcrübələrimizin çox böyük rolu var. Amma psixoz və şəxsiyyət pozuntularının tam olaraq səbəbi bəlli deyil. Yəni burada keçmişdə yaşanan təcrübə də ola bilər. Doğumdan əvvəlki beynin quruluşu da ola bilər və ya da ana bətnində olanda orada ananın keçirdiyi hisslər və s. yəni hər biri ora daxil ola bilər. Hələ tam şəkildə bu bəlli deyil. Ona görə də hər bir problemin kökündə ata-ananı günahlandırmaq, keçmişdə yaşadığımız təcrübələri mənalandırmaq dayanmır. Və bu səbəbdən dolayı siz bir psixoloqun danışığında, onun nitqində ana travması, ata travması kimi fikirləri görürsünüzsə, ondan dərhal uzaqlaşmaq lazımdır. Güman ki, o seanslarında da ana-ata travmasını ön plana çəkir. Ana ilə barışmaq, ata ilə barışmaq, belə texnikalar tətbiq edirlər. Mənə də çox qəribə gəlir ki, bunun problemlə nə əlaqəsi ola bilər axı? Sən panik atakdan əziyyət çəkirsən, gedirsən psixoloqa, başlayır ananı bağışla, atanı bağışla, onlara qəlbində sevgi göstər, nə bilim, özünə sevgi göstər. Bu kimi texnikalar keçmir. Yəni problemdirsə, mən bu problemin həlli üsullarını tapıb araşdırmalıyım və o insana tətbiq etməliyəm. Burada ana-ata ilə birbaşa bağlılıq olmaya da bilər. Və ən vacib məqamlardan biri, biz ana-atamızla bağlı aldığımız o travma dediyimiz məqamlar özümüzün yenə də şəxsi xarakterimiz, şəxsi xüsusiyyətlərimizlə bağlıdır. Düşünün ki, bir evdə böyüyən iki uşaq. Biri çox pozitiv olur, həyata yaxşı baxır, ana-atasına münasibəti yaxşıdır. Biri isə daim ata-anasını günahlandırır. Buradan belə nəticəyə gəlmək olur ki, bizim özümüzün qavramağımız, o situasiyalardan aldığımız mənalar əslində bizim həyatımızı formalaşdırır. Yəni, ata mənə pul verməyibsə, mən uşaq vaxtı bunu mənalandırmışamsa, ata məni sevmir, mənə qıymır pul verməyi, başqa bir uşaq, yəni mənim qardaşım və yaxud da bacım belə dəyərləndirə bilər ki, hə, atamın o zaman pulu yox idi, ona görə mənə pul vermirdi. Və mənim həmin hadisəyə verdiyim məna ilə onun mənası fərqli olduğuna görə bizim təsəvvürlərimiz ata-anamıza qarşı tamamilə fərqlidir. İndi mən onları qınayıram, o isə daha pozitiv yanaşmağa başlayır. Və gördüyünüz bu nümunədən də bəllidir ki, burada günahkar axtarmağa dəyməz. Yəni, bunu ümumi şəkildə deyirəm ki, hansımızsa birimiz, yəni bu videonu izləyən şəxsləri bura şamil edirəm. Ata-anamızı qınayırıqsa, bir tərəfdən də düşünmək lazımdır ki, onların dövründə belə bir məqamlar yox idi. Yəni, onların dövründə tərbiyə sistemi, məlumat bu qədər geniş yayılmamışdı. Onlar da öz şəxsi təcrübələr əsasında övladını tərbiyə etməyə çalışırdılar və hər halda övladının yaxşılığı üçün nə isə edirdilər. Yəni, mənə kimsə cəza verirsə, öz atam, anam, bu cəzanı ona görə verirdi ki, mən gələcəkdə yaxşı olum. Onlar qorxurdular ki, misal üçün, mən hansı yanlış hərəkət edə bilərəm. Onun cəza üsulundan bildikləri oydu deyə onu tətbiq edirdilər. Burada bizim özümüzü də qınamağımız düz deyil, ata-anamızı da qınamağımız düz deyil. Bəzilərimiz ata-anamızın etdiklərinə görə, bizim onları qınadığımıza görə özümüzü qınayırıq. Yəni, mən niyə belə övladam ki, ata-anamın etdikləri hərəkətə görə qınayıram? Bu da düzgün deyil. Yəni, günahkar axtarmaq daha aşağı düşüncəli insanların işidir. Biz əgər yuxarı səviyyədə düşüncəyə malik isə, burada günahkar axtarmaq deyil, problemə baxış bucağımızı dəyişmək daha vacibdir. Son olaraq onu qeyd edim. Əslində, psixoloq yalanları çoxdur. Hansı birini qeyd edəcəyimi düşünürəm bayaqdan. Sizə texnikalar sata bilərlər, hansı ki, burada özgüvən texnikaları, enerjini artırma texnikaları, pul texnikaları, təlimlərdən əlavə sizə yəni bu şəkildə texnikaları sata bilərlər. Özgüvən texnikalarından danışsaq, elə burada özgüvənli olmaq nə deməkdir, bu sual ortaya çıxır və hər insana görə özgüvən tamamilə fərqli bir şey ola bilər. Tutaq ki, bir insan düşünün, o insan auditoriyada, geniş auditoriya qarşısında çıxış edir, amma özgüvənsizdir. Elə bir insan da düşünün ki, o insan auditoriya qarşısında çıxış edə bilmir, amma özünü özgüvənli hiss edir. Baxırsan ki, həyata dolu bir insandır. Və buradan belə çıxır ki, əslində özgüvən hər insana görə fərqli bir şeydir. Və bizim verdiyimiz texnikalar ümumi xarakter daşıyır və bu texnikalar hər insana keçməyə də bilər. Bundan əlavə özgüvən yavaş-yavaş, pillə-pillə inşa olunan bir şeydir. Bunu bir-iki texnika ilə icra etmək, düzəltmək qeyri-mümkündür. İnsanın özünü tanıma prosesində yüksəlir. Yəni, mən nəyi bilirəm, nəyi bilmirəm. Bildiyimi və bilmədiyimi fərqində olanda və bunu qəbullananda mən özgüvənli olmuş oluram. Amma o texnikalarla mən özümə güzgüdə, məsələn, güzgü qarşısında sən gözəlsən və ya da sən bacarıqlısan, sən hər şeyi bilirsən kimi sözləri təlqin edəsən, bu mənim özgüvənimi artırmır. Müvəqqəti olaraq mənim əhval-ruhiyyəmə yaxşı təsir göstərə bilər. Sizə əgər bu şəkildə hansısa bir proqram sırmağa çalışırlarsa, hansısa bir texnikaları satmağa çalışırlarsa, bunlardan 100% əminliklə uzaq olmalısınız. Çünki hamısı yalan, boş verilmiş vədlərdir. Dediyim kimi, psixoloq yalanları çoxdur. Mən hazırda rast gəldiyim yalanlardan sizə məlumat verdim. Əgər siz də hansısa bir psixoloq yalanla qarşılaşmışsınızsa, bu videonun aşağı hissəsində qeyd edin ki, məndə məlumatım olsun. Bundan əlavə, hansısa mövzu ilə bağlı sualınız varsa və yaxud da hansısa mövzu ətrafında fikir almaq istəyirsinizsə, onu da aşağıda qeyd edə bilərsiniz. Mənim Instagram hesabıma da keçid edərək
oradakı videoları izləyə bilərsiniz. Orada da maraqlı, məzmunlu videolar paylaşıram. Bundan əlavə səhifəmə abunə deyilsənsə, səhifəmə abunə ol. Mümkünsə videonu bəyənməyi və paylaşmağı unutma. Hələlik.